Tarix elmlər namizədi Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin Arxeologiya və Etnografiya kafedrasının müdürü, Azərbaycan Respublikasının əməkdar müəllimi Kərəm Məmmədovun vəfatından sonra Borçalı Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində adlı kitabının təqdimat mərasimi keçirilib. Yeniçağaz xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunub. Təqdimat mərasimində Sabiq Xarici İşlər Naziri Həsən Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun sabiq direktoru Yaqub Mahmudov, İctimai Televiziyanın keçmiş direktoru İsmail Ömərov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Türk Ocağının başqanı Akif Aşırlı, tarix elminin tanınmış simaları, ictimai və siyasi xadimlər, eləcə də media nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Kərəm Məmmədovun həyat yolu və elmi fəaliyyətini xatırlayıb, onun elmi nailiyyətləri və zəngin yaradıcılığı barədə fikirlərini bölüşüblər. Qonaqlar onun Azərbaycan tarixşünaslığı, xüsusilə Borçalı və ümumi Güney Qafqaz regionunun tarix arxeologiyası və etnografiyası sahəsindəki töhfələrini yüksək qiymətləndiriblər. Onun elmi fəaliyyətinin Azərbaycan tarix elminə verdiyi böyük töhfə və mədəni irsimizin qorunub inkişaf etdirilməsində rolu tədbir iştirakçıları tərəfindən xüsusi vurğulanıb. Kitabın təqdimat mərasimində iştirak edənlər bu əsərin bölgənin tarixini, onun etnoqrafik xüsusiyyətlərini və müxtəlif xalqlar arasındakı əlaqələri aydınlaşdırmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Tədbir çərçivəsində Kərəm Məmmədovun həm elmi fəaliyyətindən, həm də nümunəvi şəxsiyyətindən bəhs edən xatirələr səsləndirilib. Həmçinin onun vəfatı ilə Azərbaycan elmi ictimaiyyətinin böyük itkiyə üzləşdiyi qeyd olunub. Sonda kitabın nəşr olunmasının Borçalı tarixinin öyrənilməsində yeni mərhələ açacağı və gələcək tədqiqatlara stimul verəcəyi vurğulanıb.